Rafinha, Pedri. Sizə nə desəm də azdır. Sizə nə qədər tərif desəm də azdır. Məncə mənimlə razılaşarsınız. Rafinha bugünkü günümüzdə komandanın mental, Pedri isə komandanın intellektual lideridir. Bu iki oyuncunun varlığı komandanın oyunun 180 dərəcə dəyişir. Pressing edir. Və görür ki, heç bir oyuncu pressing eləmir, əsəbləşir, hamını çağırır ki, gəlin, gəlin. Yəni budur liderlik, budur mental, güclü olmaq. Vallah mən Rafinha'nın belə olacağını düşünmürdüm. Mən inana bilməzdim ki, bu adam gəlib Barsada açığı deyirəm, yəni əfsanə levelinə qalxa bilər. Desələr ki, Barsa tarixindən sil, Rafinha yoxsa Neymar, mən fikirləşmədən Neymarı silərəm. Bəli, Neymar ola bilər Rafinha'dan qat-qat güclü oyuncudur, daha potensiallı oyuncudur. Amma mental olaraq, lider olaraq komandaya yandırdığı o can, o belə komandaya olan o sevgi cəhətdən Rafinha tam başqa bir səviyyədir. Və doğrudan da hiss olunur ki, bu komandaya qarşı sevgisi var. Bu komandanı sevir, canını verməyə belə hazırdır.